xalqın problemini həll edin. Milli Məclisdə xalqın xeyrinə qərara qəbul edin. Müharibə bitən kimi hərbçilərin maaşı endirildi bir qata. Niyə? Büdcəyə qənaət edirsinizsə, deputatın maaşını kəsin. 3000-dən artıq maaş alırlar. Nazirlərin maaşını kəsin. Məhkəmə sədrlərinin maaşını kəsin. Prokurorların maaşını kəsin. Hüquq mühafizə orqanlarında çalışanların maaşını kəsin. Çünki onların rüşvət almaq imkanı da var. Onların əlavə yerdən qazancları gəlir, obyektlərdən qazancları gəlir. Onların mülkləri var. Bu hərbiçinin nəyi var ki, siz hərbiçinin müharibə bitən kimi, müharibə bitdi adından bu maaşını bir qata endirdiniz. 450 manat, 500 manata bu yazıq hərbiçi neynəsin, ailəsini necə dolansın. Və çoxu yüksək maaşı arxayın olmuşlar. Gedib ipoteka götürmüşdülər, kreditlər götürmüşlər. Bu cür o kreditləri ödəyə bilmirlər. Hərbidən tərxis olunmaq üçün dayanmadan ərizə yazanlar var. Siz mənim hərbiçimi, mənim əskərimi niyə küstürürsünüz bu vətəndən? Bu dövlətdən niyə küstürürsünüz? Bax, nədir qəsd qərəzlikləri? 5-ci kolon mu deyək? Ölkədəki təxribatçı məmurlar mı deyək? Anası, arvadı, nənəsi erməni olan məmurlar mı deyək ki, bunlar istəyirlər ki, hərbiçilər vətənpərvər olmasınlar. Hərbiçilərdə ruh düşkünlüyü yaradırlar. Axı siz özünüz də gördünüz ki, 44 günlük müharibədə bu xalq necə birləşmişdi? Bizim hərbiçilərimiz ölümə gülə-gülə gedirlər. Videolar var onların ki, necə sevinə-sevinə gedirlər onlar düşmənin üstünə. Axır ki, intiqamımızı aldıq deyirlər. Mənim qardaşımın məxfi parolu müharibədən əvvəl qisas 44 götürübdür. Qisas almaq hissi ilə gedib mənim qardaşım döyüşübdür. Biz illərlə qardaşımın üzünü görmürdük. Elə olurdu ki, il yarımda bir dəfə 3 günlük, 5 günlük gəlirdi bizim evimizə. 16 il ön cəbhədə xidmət eləmək olar. Bax, elə əsas problemlərdən biri də budur. Hərbiçi var ki, 15 ilini, 20 ilini ancaq ön cəbhədə xidmət edir. Hərbiçi var ki, kiminsə qohumu da hansısa generalın və yaxud da ki, aparır, rüşvət verir, arxa cəbhədə xidmət edir. 5 ildən 6 ildən artıq heç bir hərbiçi ön cəbhədə qalmamalıdır. Amma siz səngərdə ömür boyu xidmət edən bizim hərbiçilərimiz var. Bezirlər. Axırda ya məcbur qalırlar ki, özləri bilərəkdən hansısa bir kiçik bir cinayət törətsinə ki, bunlar hərbidən tərxis eləsin, ya da ki, ərizəni yazıb könüllü çıxır. Niyə küstürməlisiniz? Əksinə, mən həmişə deyirəm ki, biz şəhid ailələrinə elə dəyər verin ki, qazilərə elə dəyər verin ki, biz arxa cəbhədə vətənpərvərliyin tədqiqatında iştirak eləyək. Biz gedək əsgərlərin qarşısında danışaq şəhid qardaş kimi. Biz gedək orta məktəblərdə çıxış eləyək ki, bizim körpələrimiz vətənpərvər böyüsün. Yaxşı, sən mənim şəhidimin dəyərini vermirsənsə, mənim şəhidimin haqqı çatanı vermirsənsə, mənim övladım necə vətənpərvər böyüyə bilər? O gözün qabağındadır axı bu. O sabah fikirləşəcək ki, mənim daima, mənim əmimə sən hansı dəyəri vermirsən ki, gəlib indi məni çağırırsan. Və yaxud da ki, kirayədə böyüyən o uşaq sabah sual verməyəcək ki,